Salam, hər vaxtınız xeyir olsun. 20 aprel 2025-ci ildə 9-cu sinif buraxılış imtahana düşən riyaziyyat suallarının izahlarına baxırıq. Birinci sualda deyirlər ki, 57 nömrəli sualdır. 1, 7, 9, 5, 3 və 6 rəqəmlərindən hər rəqəmdən bir dəfə istifadə etməklə düzələn ən böyük və ən kiçik 6 rəqəmli ədədlərin fərqini tapın deyirlər. Deməli, burada ən böyüyü olacaq ki, ən böyük dediyi üçün 9 ilə başlamalıdır. Ardınca böyüyü hansıdır? Burada 7-dir. Sonra olur 6, sonra olacaq 5. Sonra baxırıq ki, var burada 3 var. Bir də 1 var. Bu olacaq bu formada. Ən azı da 1 ilə başlamalıdır, ən balacası. 1-dən sonra 3, sonra 5, sonra 6, sonra 7, sonra 9. Bunları çıxaq bir-birindən. Deməli, 1-dən 9 çıxa bilmirsən, 11-dən 9 çıxdın, qaldı 2. 12-dən 7, 5. Burada qaldı 14-dən 6, 8. Burada qaldı 5-dən 5, 0. Burada qaldı ki, 7-dən 3, 4. 9-dan da 1, 8 eləmiş oldu. Deməli, oldu burada hansı varianta baxsaq uyğundur. Elə A bəndinə uyğundur. A bəndi olacaq burada cavab. Növbəti 58 nömrəli sualda deyirlər, irrasional ədədlərdən hansı 3də 1-dən deyir, kiçikdir. 3də 1-in məxrəcinə baxırıq ki, 1 bölünsün nə deməkdir? Kök altında 9 deməkdir. İndi biz baxırıq ki, hamısının sürəti bərabərdir. Sürəti bərabər olan kəsirlərdən məxrəci böyük olan daha yəni ki, balaca olurdu. Baxırıq hansının məxrəci kökdə 9-dan böyük olsa, deməli o 1 böl kökdə 9-dan daha kiçik olmuş olacaq. Baxırıq C bəndi. 1 böl kökdə 15, yəni daha ən balacası bu olacaq bunlardan C bəndi. Növbəti 59 nömrəli sualda deyirlər, ifadəsinin qiymətini hesablayın. Baxırsan, kök altında 0,25 var. Buradan 0,5 çıxır. Vurulsun. 16-dan 4 çıxır. 0,36-dan da 0,6 çıxır. 0,5-i 4-ə vuranda eləyir 2. 2-ni də 0,6-ya vursa eləyir 1,2. Yəni, A bəndi eləmiş olur burada. Növbəti 60 nömrəli sualda deyirlər, istənilən boş olmayan ABS çoxluqları üçün münasibətlərdən hansı doğru deyil? Elə burada Y bəndi olacaq, çünki yazıblar ki, B daxildir B ilə C-nin kəsişməsinə. Burada B-də elə bir element ola bilər ki, B ilə C-nin kəsişməsi nə deməkdir? Ortaq elementlər deməkdir. B-də elə bir element ola bilər ki, B ilə C-nin kəsişməsinə, yəni ki, ortaq elementlərə daxil olmasın. Elə cavab burada Y bəndi olacaq. Növbəti 61 nömrəli sualda deyirlər, kubun tilini 1 vahid artırsaq, onun həcmi 19 vahid artar. Kubun tilini tapın. Kubun tili A olsa, belə yazaq, V1 bərabərdə A kub olur. Əgər 1 vahid artırsaq, A plus 1 olur və həcm deyir ki, onda həcm nə olacaq? V2 bərabərdir A plus 1-in kubu. Və deyir ki, kubun həcmi nə oldu? 19 vahid artdı. Yəni ki, V2 minus V1 bərabərdə 19 olmalıdır. Onda buradan olur A plus 1-in kubu çıxılsın A-nın kubu bərabərdə 19. A plus 1-in kubu müxtəsər vurma düsturlarına əsasən olur ki, A-nın kubu plus 3A kvadrat vurulsun 1, o zaten elə 3A kvadrat olur, plus 3A plus 1-in kubu da 1 olur. Çıxılsın A kub bərabərdə 19. A kublar bir-birini aparır. Qalır ki, nə burada? 3A kvadrat plus 3A. 19-u atıram bu tərəfə. 1 çıxılsın 19 eləyir minus 18 bərabər 0. Hər tərəfi 3-ə bölürəm. Alınır A kvadrat plus A çıxılsın 6 bərabər 0. Qeyd əsasən köklərin hasili bizə mənfi 6-nı verməlidir. Cəm də burada 1 verməlidir. Ona görə burada A1 bərabər deyilir. Deməli, burada mənfi 1 verməlidir. Yəni, A1 bərabərdir, mənfi 3 eləyir. A2 də bərabərdir, 2 eləyir. Həqiqətən toplayanda mənfi 1 verəcək, vuranda da mənfi 6 verəcək. Ona görə burada baxırıq ki, biz mənfi qiymət götürə bilmərik uzunluq vahidi olaraq tilin
uzunluğunu, kubun tilini tapın deyir. Onda 2 olacaq. Yəni B bəndi olmalıdır burada. Növbəti 62 nömrəli sualda deyirlər, daxili bucaqları cəmi 1800 olan qabarıq çoxbucaqlının tərəflərinin sayını tapın. Qabarıq n bucaqlının daxili bucaqların cəmi üçün düstur belə idi ki, 180 vurulsun, n çıxılsın 2, bu da bərabərdir 1800 veriblər də sənə. Deməli, hər tərəfi 180-ə bölsən, alınacaq ki, burada n çıx 2 bərabərdir 10-a. n bərabərdir 12 eləmiş olur. Deməli, tərəflərin sayı 12, D bəndi eləmiş olur burada. 63 nömrəli sualda deyirlər, velosipedçi 24 km/saat sürətlə gedərək müəyyən məsafəni 1,5 saata qət etdi. Velosipedçi həmin yolu 18 km/saat sürətlə neçə saata geri qayıdar deyir və 24-də tənəssüb qurursunuz. 24-də 1,5 yazırsınız. 18-ə də x yazırsınız. Burada artıq tərs mütənasib olacaq. Çünki sürət azaldıqca zaman çoxalacaq. Ona görə tərs mütənasib olduğu üçün yəni düzünə vurursan, 18-i x-ə vurursan, bərabərdir 24-ü də 1,5-ə vurursan. Buradan da x-i tapmaq üçün 24 vurulsun 1,5 böl 18 olur. Bu 6-ya bölünür 3 dəfə, bu da 6-ya bölünür 4 dəfə. 3 ilə də 1,5 ixtisar gedir. Burada 0,5 eləyir. 0,5 də 4-ə vuranda eləyir 2. Yəni Y bəndi. Növbəti 64 nömrəli sualda deyirlər, A-nın hansı qiymətində 3A plus 9 ifadəsinin qiyməti 4A çıxılsın 18 ifadəsinin qiymətindən 3 dəfə böyük olar. Yəni ki, 4A çıxılsın 18-i 3-ə vuranda bizə 3A plus 9-u versin. Deməli, nə oldu? 4A minus 18-i 3-ə vuranda bizə 3A plus 9-u versin. Hər tərəfdən 3-ü ixtisar eləsək, yəni ki, hər tərəfi 3-ə bölsək, burada da alınacaq ki, nə? A plus 3. Deməli, 4A çıx 18 bərabərdir A plus 3. Buradan da A-nı atırıq bu tərəfə alınır, 3A bərabərdir. 18 də o tərəfə atanda olur 21. A da bərabər 7 eləmiş olur. Y bəndi. 65 nömrəli sualda deyirlər, ifadəsinin qiymətini hesablayın. Yazılıb burada 10 kvadrat çıxılsın 8-in kvadratı. Bu da olur 10 minus 8. 10 plus 8. Bölünsün 18. Bu da bərabər deyir ki, 2 vurulsun 18 böl 18. Bu da bərabərdir 2 eləmiş oldu Y bəndi. 66 nömrəli sualda deyirlər, dairəvi diaqramda universitet tələbələrinin fakültələr üzrə sayının faizli ifadəsi göstərilmişdir. Televizorda iştirak etmək üçün universitetin bir tələbəsi təsadüfən seçilir. Hansı hadisənin baş verməsi ehtimalı ən böyükdür? Baxırıq ki, iqtisadiyyat fakültəsi 14% göstərir, riyaziyyat fakültəsi 21%dir, təbiət elmləri fakültəsi 39%dir, sosial elmlər fakültəsi də 26%dir. A bəndində baxsan, deyir ki, riyaziyyat fakültəsi tələbələri seçilməsi. A bəndində riyaziyyat tələbələri nə qədərdir? 21%dir. B bəndində baxır, iqtisadiyyat fakültəsi deyir. İqtisadiyyat da 14%dir. C bəndinə baxırıq, təbiət elmlər fakültəsi deyir. Bu da nə qədərdir? Təbiət 39%dir. Sonra D bəndi sosial elmlər fakültəsi deyir. Sosial da 26%dir. Və bir də Y bəndi var. İqtisadiyyat fakültəsi və fakültəsi tələbəsi və ya riyaziyyat. Bunların cəmi olacaq. İqtisadiyyat nə qədərdir? 14-dür. Riyaziyyat da 21-dir. Cəm eləyir nə qədər? 36. Ən çox burada nə oldu? C bəndi ilə 39% olacaq. 67-də deyirlər, ifadəsini sadələşdirin. Ədədləri bir-birinin yanına yazaq. 0,36 var. Bunu elə kəsrlə yazaq. 136. Bir də vurulsun 2,9 9-da 2 var. Bu da olacaq ki, 9-da. Bunu çevirsən düzgün olmayan kəsrə 2 dəfə 9, 18, o da 2, 20 eləmiş oldu.
Sonra vurulsun burada A üstündə olacaq mənfi 5 plus 4 mənfi 1 eləmiş olur. B üstündə, yəni vuranda qüvvətlər toplanılır da 6 plus mənfi 4 2 eləmiş olur. C-nin də üstündə 3 plus mənfi 5 mənfi 2 eləmiş olacaq. İxtisarlar aparsaq 9 ilə 36 ixtisar gedir. Burada 4 qaldı. 4 ilə 100 ixtisar gedir. Burada 25 qaldı. Sonra 20 ilə də 25 getsə burada 5, burada da 4 qaldı. Bu da eləyir 5-də 4. A üstü mənfi 1, B üstü 2, C üstü mənfi 2. Yəni D bəndi eləmiş olur. 68-də deyirlər, radiusu 7,5 sm olan dairənin diametrini tapın. 2-yə vurursunuz da 7,5-i, bu da eləyir 15 C bəndi. 69-da deyirlər, çevrəsinin OY oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını tapın. OY oxu ilə kəsişirsə, deməli x-i yerinə 0 qoymaq lazımdır. X-i yəni 0 olur. 0 çıxılsın 4-ün kvadratı plus y kvadratı bərabərdə 52. 0 çıxılsın 4 elədi mənfi 4. Mənfi 4-ün kvadratı edir 16. 16 plus y kvadrat bərabərdə 52. Y kvadrat bərabər deyilir 52 çıxılsın 16. Buradan da y kvadrat bərabər deyilir 36. Y də bərabər deyilir plus minus 6. Deməli, belə olacaq da 0, 6 və 0 mənfi 6. X-lər yəni 0 olur. Y-lərində biri müsbət 6, biri mənfi 6. B bəndi eləmiş olur. 70 nömrəli sualda deyirlər tənliyi həll edin. 4x kvadrat çıxılsın 3x bərabər 0. X-i çıxardırsan ortaq mötərizə xaricinə. 4x çıxılsın 3 bərabər 0. Hər birini ayrı-ayrı sıfıra bərabərləşdirirsən. Hər biri vuruğu. X bərabər 1 0 olur. Bir də 4x çıxılsın 3 bərabər 0 olur. Buradan x bərabərdir 4-də 3 eləmiş olur. Yəni C bəndi. 71 nömrəli sualda deyirlər, ifadəsini sadələşdirin. Bunlar üçün ortaq məxrəc x plus a vurulsun x minus a olur. Belədirsə, əgər çarpaz vururdun, a-nı x minus a-ya vururdun, olur ax minus a kvadrat. A-nı yenə buradan x plus a-ya vurursan, olur minus ax. Qabaqda mənfi olduğu üçün olur minus a-nın kvadratı. Bərabərdir. Bunu sadələşdirsən, məxrəcdə olur ki, nə? X-in kvadratı çıxılsın a-nın kvadratı. Sürətdə də olacaq ki, ax-lər bir-birini aparır, qalır mənfi 2a-nın kvadratı. Yəni, cavab olacaq burada mənfi 2a kvadrat bölünsün x kvadrat minus a kvadrat və yaxud da mənfini məxrəcə vursan, olur ki, 2a kvadrat bölünsün a kvadrat çıxılsın x kvadrat. Yəni, a bəndi olmalıdır burada. 72 nömrəli sualda deyirlər, bərabərsizliyin ən kiçik tam həllini tapın. Bunlar üçün ortaq məxrəc eləyir 4. Olur burada 6x çıxılsın 3. Balacadır 4x minus 5-dən. Hər tərəfi 4-ə vurursan 6x çıxılsın 3. Balacadır olur 16x çıxılsın 20-dən. 16x'i bu tərəfə atırsan olur ki, mənfi 10x. Nə balacadır? Mənfi 20. 3-ü də o tərəfə atırsan, mənfi 20 plus 3 eləyir mənfi 17. Hər tərəfi mənfi 10-a böləndə mənfiyə böldüyü üçün işarə dəyişiləcək. X böyükdür alınır 1,7-dən. Onda burada da x bərabərdir. Ən kiçik həllini istəyirsə 2 olur. 73 nömrəli sualda deyirlər, mətbədəki rəngli və ağ-qara çap olunan bir vərəqin çap qiyməti cədvəldə verilmişdir. Enli bu mətbədə 5də 1 ağ-qara, qalanı rəngli çap olunmaqla cəmi 4000 vərəq çap etdirdi. Buna görə o mətbəyə neçə manat ödəməlidir? 5də 1 ağ deyirsə, cəmi 4000 vərəqdir. Bunun 5də 1-i deyir ki, ağ-qaradır. 5də 1 eləyir 800. Demək 800 ağ-qaradır. Ağ-qara. Yerdə qalır nə qədər? 4000-dən çıxırsan 800-ü. Bu da eləyir 3200-də nə olmalıdır? Rəngli olmalıdır. Cədvəldə veriblər. Varaqların sayı 1 ilə 1500 arasında olanda ağ-qaranın bir dənəsinin qiyməti 0,35 qəpik idi. Onda burada 800 vurursan 0,35-ə. Bu da bərabər deyilir 280 manat. Və 3200-də rənglidir və deyir ki, cədvəldə 1500-dən çox olsa, rənglilərin birini 0,45 qəpiyə edirsə, yenə sayını vurursan 0,45-ə,
Bu da bərabər deyilər nə qədər? 1440. 1440 manat eləmiş olur. Və deyir ki, nə qədər verir? Bunlar toplayırsan. 1440 plus 280. Bu da bərabər deyilir ki, 1720 manat vermiş olacaqdır. Növbəti 74 nömrəli suala baxırıq. Deyirlər ki, tənişlər sistemindən XY hasilinin qiymətini tapın. Tənişlər sistemi tərəf-tərəfə toplasaq, Y-lər itəcək. Qalır ki, 3x bərabərdir 21-ə. X bərabərdir 7 eləmiş oldu. İndi birinci tənişdə və yaxud da ikinci tənişdə x-in yerinə 7 qoyub y tapmaq olar. Hələ ikinci tənişdə yerinə qoysaq 7 plus y bərabərdir 12 eləmiş olur. Y bərabərdir 5 eləmiş oldu. X vurulsun y istəyirsə olur 7 vur 5, yəni 35 eləmiş oldu. 75 nömrəli sualda deyirlər, avtobusda 30 nəfər sərnişin var idi. Birinci dayanacaqda 7 nəfər sərnişin düşdü. 30 nəfər var. 7 nəfər düşdüsə olur nə qədər? 23 nəfər. Deyir 9 nəfər mindi. Plus 9 bərabər deyilir 32 nəfər. Sonra deyir ki, ikinci dayanacaqda 14 nəfər düşdü. Çıxılsın buradan 14. Nə qədər eləyər? 12-dən 4 8. 2-dən 1 18 nəfər qalır. Sonra deyir 4 nəfər də mindi. Plus 4. Eləyir burada nə qədər? 22 nəfər. Deyir avtobusda ikinci dayanacaqdan sonra neçə nəfər sərnişin oldu? 22 nəfər olur da. Növbəti 76 nömrəli sualda deyirlər, AB və CD parçaları Y kəsişmə nöqtəsində yarıya bölünür və BY bölü YD bölü AD bərabərdir 6 bölü 4 bölü 9 nisbətindədir. ADY üçbucağının perimetri 38 olarsa SB parçasının uzunluğunu tapın. Deməli, nədir burada? BY deyir ki, 6 nisbətidir. Bura 6x deyirsən. YD 4x və AD də 9x-dir. Demişlər, axı yarıya bölünürlər bunlar. Onda burası da 4x olur. Burası da 6x olur. Üçbucağın bərabərliyinə əsasən burası da 9x eləmiş olur. Bizdən həmin o SB-ni, yəni ki, 9x-i istəyirlər. Və buranın perimetri, yəni buranın perimetri bizə verilib 38. Perimetrdə bütün tərəflərin cəmidir. Yəni ki, 6x plus 4x plus 9x bərabərdir 38. Burada eləyir 19x bərabərdir 38. Buradan da eləyir ki, x bərabərdir 2. X 2-dirsə, SB də bərabər eləyir 9 vur 2, yəni 18. 77 nömrəli sualda deyirlər, YF paraleldir AC-yə. YF bərabərdir FS, YF arasıdır burası, bərabər deyir ki, FS, bunlar 3-3-dür. AC 9 olarsa, deyir B, F'ni tapın. Buranı tapmağımızı istəyirlər. Buraya 1x deyək. Yəni, burada baxırsan ki, üçbucağın oxşarlıqları var. Elə bil ki, hansı üçbucaq? B, YF ilə hansı üçbucaq oxşardır? Üçbucaq ABC. Bunlar oxşardır. Onda burada belə deyirik də. Niyə oxşardır? Çünki bu bucaq alfa olsa, burası da alfa olur. Uyğun bucaqlardır. Burası beta olsa, burası da beta olur. Çünki uyğun bucaqlardır. Bu bucaqda hər birisi üçün ortaqdır. Onda belə olar. BYF-də alfanın qabağındakının, yəni ki, x-in, ABC-də alfanın qabağındakının, yəni ki, x plus 3-ə nisbəti bərabər də olur. Deməli, BYF-də qammanın qabağında olanın, yəni ki, 3-ün, ABC-də qammanın qabağında olanın nisbəti, yəni ki, 9-a nisbətinə bərabər olur. Yəni ki, belə düşün də, alfanın qabağında olanların nisbəti qammanın qabağında olanların nisbətinə bərabər oldu. Çarpaz vurursan, 9x bərabər deyilir 3x plus 9. Buradan da 6x bərabər deyilir 9. X də bərabər deyilir 9 bölü 6. Buradan da x bərabər deyilir 1,5. Bizdən də x istəyirdi, cavab tapıldı. 8 nömrəli sualda deyirlər, bir ədədin 25% digər ədədin 50%-nə bərabərdir. Bu ədədlərin fərqi 60 olarsa, ədədlərin cəmini tapın. Bir ədədin 25% deyəndə %25x bərabərdir, %50y olsun. Yəni, bir ədəd x olsun, digəri y, birinin 25%, digərinin 50%-nə bərabərdir.
Yüzlər hər tərəfə 100-ə vursaq gedir. Qalır 25x bərabərdə 50y. Hər tərəfi də 25-ə bölsən alınır x bərabərdə 2y. Və deyir ki, bu ədədlərin fərqi 60-dır. Yəni ki, x çıxılsın y bizə 60 veriblər. Və belə də eləyə bilərsən. 2y ataq bu tərəfə x çıxılsın 2y bərabər 0 olsun. Və bizə veriblər ki, x çıxılsın y fərq 60-dır. Və bu formada təhlilkar sistemini qurduq. Tərəf-tərəfə bunlara çıxsaq, alınacaq ki, mənfi y bərabərdir mənfi 60-a. Y bərabərdir ilə 60 eləmiş olur. Çünki bunlar tərəf-tərəfə çıxanda mənfi 2y plus y olur. Mənfi y elədi. Bunda çıxanda mənfi 60 elədi. Y 60 elədisə, onda burada x də bərabərdir 120 olmalıdır ki, 120-dən yəni ki, 60 çıxanda 60 qalsın. Bu ədədlərin cəmini soruşursa, 120 plus 60 bərabər deyilir 180. 79 nömrəli sualda deyirlər, Elnur hər gün eyni miqdarda pul xərcləyir. Elnurun pulunu və xərclədiyi pulun miqdarını göstərən qrafik aşağıda göstərilmişdir. Elnurun pulu neçə günə bitər deyir. Baxırıq ki, Elnurun pulu bəli 150 manat. Və 15-ci gündə xərclənən pul qalan pula bərabər olur. Bu da nə vaxt olur? 150-ni 2 bərabər hissəyə bölsən, bərabər 75 olur. Yəni ki, 15-ci gündə həm xərclənən pul, həm də qalan pul 75-75 olsa bir-birinə bərabər olur da. Cəmi 150 olmalıdır axı. Onda baxırsan ki, tənəssüb qurursan. Bax, 15 gündə həmin bu Elnur 75 manat xərcləyirsə, onda 150 manatı da x günə xərcləmiş olur. Çarpaz vursan və olur ki, 75x bərabərdir 15 vurulsun 150. X-i tapmaq üçün də 15 vurulsun 150 bölünsün 75 olur. 75 ilə 150 xisar gedir. Burada 2 qalır. 15-i də 2-yə vuranda eləyir 30. Deməli, Elnur 30 günə bütün pulu bitirər. Cavab eləyir 30. Nömrəli sualda deyirlər ki, bucaq A bərabərdir 100 dərəcədir, bucaq B bərabərdir 50 dərəcə və bir də değişkə paralel olarsa bucaq C-ni tapın. Bucaq C-yə bir x desək, bizdə normalda ortadakı, yəni ki, 50 bərabər olurdu ki, 100 plus x çıxılsın 180 olurdu. Onda burada 50 bərabər də olur, x çıxılsın 80. Buradan da x-i tapmaq üçün nə olacaq burada? 50 plus 80. Buradan da x bərabər deyilir 130. Bir nömrəli sualda deyir, tərəfi 8 cm olan ABCD kvadratında S1 bölünsün S2 bərabərdir 9-da 1 olarsa S2-ni tapın. İndi baxın burada, sahələrin nisbəti nəyə bərabər olurdu? Oxşarlıq əmsalının kvadratına. K kvadrat bərabər 9-da 1 veriblərsə, onda buradan K bərabərdir 3-də 1 eləmiş olur. Kvadratın tərəfi 8-dir. Bura x yazsam, burası 8 minus x eləmiş olur. Eyni formada, yəni ki, bura x yazsam, burası 8 minus x eləmiş olacaq. Yəni ki, burası da onda x olur, burası da 8 minus x olur onda. Burası da 8 minus x eləmiş olur eyni formada. Tərəflərin nisbəti, yəni ki, x-in 8 minus x-dən nisbəti bərabər nə olmalıdır? Oxşarlıq əmsalının özünə bərabər olurdu da. Tərəflərin nisbəti oxşarlıq əmsalının özünə bərabər olduğu üçün bərabərdir 3-də 1 oldu. Çarpaz vurursan 3x bərabərdir 8 çıxılsın x. Buradan 4x bərabər deyir 8. X bərabər 2 eləmiş oldu. Burası da 2, burası da 2 eləmiş oldu. 8 minus x burası 6 eləyir tərəf, buranı da 6 elədi. Onda S2-nin də sahəsi düz bucaqlı 3 bucaqdır da. Düz bucaqlı 3 bucağın sahəsi nə olurdu? Katetlərin hasili bölü 2. 36 bölü 2 bu da bərabərdir 18 eləmiş olur. Yəni, cavab elədi nə qədər? 18. Həqiqətən bunu yoxlasaq, yenə baxırıq ki, sahələrin nisbəti sənə 9-da 1 verəcək. Çünki burada S1-in sahəsi nə olacaq? 2 vur 2 bölü 2 bərabər nə olur? Bu 2 elədi. Həqiqətən də S1-i S2-yə bölsən bərabərdir 2 bölü 18. Sənə 9-da 1-i
verir. Yəni ki, bunu da göstərmiş olduq. Cavab elədir 18.